Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bölgə TV-yə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 297, o cümlədən borclu şəxs qismində axtarışda olan 258 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə etkin düşmüş kimi axtarışa aparılan 4 nəfər, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 4-də ümumi 81 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, 8 tüfəng və 39 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb. Rəna Rövşənqızı, BTV.